Salam, hər vaxtınız xeyir olsun. Mən bir Şirvan şəhər sakini olaraq 58 yaşım var. Bu binalar elə mənlə yaşıddılar. Allah ömür versin cənab prezidentimizə. Allah İlqar müəllimin də canı sağ eləsin. Bu şəhərdə ki, ümumiyyətlə bu gedən işlərdə kiminsə əl işləri var, əməyi varsa, mən onlara şəxsən bir Şirvan şəhər sakini kimi və Şirvanın köhnə şəhər sakini kimi, yerli cəmaatı kimi təşəkkür eləmək istəyirəm ki, həm də sevinirəm həqiqətən də. Ona görə sevinirəm ki, deyir, insanın gözləri yaxşı şey görəndə həqiqətən də fikri də yaxşı işlər fikirləşir. Mən şəxsən bugünkü gün həqiqətən də sevinirəm. Allah ömür versin, Allah canını sağ eləsin. Birinci növbədə prezidentimizin, ikinci növbədə İlqar Abbasovun və onun yanında olan müavinlərinin, mən bir addan çəkmək istəmirəm, amma ümumiyyətlə Allah canlarını sağ eləsin, təşəkkür eləyirəm. Həqiqətən də böyük bir sevincli, böyük bir qürurdur. Bu günləri tenderdə udulub, o tenderdə gəlib bizim şəhərimizdə 5 şəhərdir, 5 rayondur. Onların da içərisində bir Şirvan şəhəri olmaqla mən fəxr eləyirəm şəxsən. Günü-gündən Şirvanımız gözəlləşir və gözəlləşəcək də. Bu bizim gənclərimizin gələcəyi deməkdir. Allah ömür versin. Burada da yenə də işləyən bu fəhlələr, küçədə avara qalan uşaqlar idi, hamısı gəlib işlə təmin olunublar. Mən istəyərəm ki, bu axırıncı yox, axarıncı olsun. Hamı bir tikə evinə çörək yaparsın, çünki bir dəqiqə ilə bir zamandır ki, çox çətindir həqiqətən də. Hər şeydə dövlətin üstünə atmaq olmaz. Özümüz hərəkət eləməliyik, özümüz, nətər deyim sizə, fikrimi tam şəkildə çatdırım ki, özümüz eləməliyik, çox şeydən özümüz eləməliyik, çünki şəhər bizimdir. Allah ömrün uzun eləsin, yenə də təşəkkür eləyirəm. Burada bu işləri, tenderi udanlardan da biri, yenə də öz müsəlmanımız, öz millətimiz, belə deyək ki, Türk qardaşlarımızdır. Çünki biz iki dövlət, bir millətik. Mən fəxr eləyirəm, Okan bəyə də təşəkkür eləyirəm. Gözəl işlər görür, çox sağ olsun, qarşılıqlı. Elə burada yerli cəmaatla da elə bir neçə illərdir burada yaşayır, buranın Şirvan şəhərini tanıyır. Yenə də təşəkkür eləyirəm, Allah sizə can sağlığı versin, Allah uzun ömür versin. Təşəkkür eləyirəm.